Sumqayıt son saniyələrdə çəkinmədən rəqibin üzərinə gedir. Qarabağı meydanın özünün ait hissəsinə sıçdıra bilib. Əfran, Bəxtiyar Həsənalzadə, Bəxtiyar Həsənalzadə, İnqilab Məmmədova baxırlar. 50 oyunu işarə var. Küncdən zərbəni göstərir İnqilab Məmmədov. Nazım Süleymanov başını tutur. Təkrarla bir də baxaq. Yarım qövsün daxilində. Yarım qövsün içərisində azarkeşlərlə bir balaca Qarabağın futbolçularından fikir vermədim kim idi. Gərginliyi var idi. Qarabağın qapısı qarşısında daha bir təhlükə. Wagnerə zərbə, son cəhd, son hücumu idi və İnqilab Məmmədov final fitini səsləndirir. Bu maçın sonluğu möhtəşəm alındı. Şanınız xeyir. Qarabağ Sumqayıtdan sonrası mətbuat konferansından çevirən edirik. İlk öncə Sumqayıt klubunun baş məşqçisi Nazim mənim oyun haqqında fikirlərini bildirsin, sonra sual olsa keçərik suallara. Hər vaxtınız xeyir olsun. Qarabağ klubunu ilk öncə təbrik etmək istəyirəm Qarabağ münasibətinə. Və Avroliqada ayın 20'sində startı və bu oyuna da uğurlar arzulayırdıq Qarabağa. Qaldı ki, oyun haqqında oyun Qarabağla oynamaq həmişə həm bizi Avroliqada təmsil edir. Onunla oynamaq həmişə futbolçular üçün, hər bir komanda üçün çox şərəflidir. Çempionatda 4-cü turdur və futbolçular da öz yaxşı keyfiyyətlərin yaşıl meydancada göstərdilər və mənə elə gəlir ki, siz özünüzdə gördünüz ki, oyun çox yaxşı, maraqlı keçdi və mən öz futbolçularımla razı qaldım, baxmayaraq ki, biz uduzduq. Amma uduzmağımızın səbəblərini sizlər daha yaxşı gördünüz, nəinki bəlkə mən pis gördüm. Ona görə də futboldur, irəli baxmaq lazımdır. Sizə işlə həmişə əsəbi görmək oldu, amma bugün kifayət əsəbi narazılıq, biraz basıqlı görürüz. Bu məğlubiyyətlə bağlı, yoxsa son dəqiqələrdə? Yox, məğlubiyyətlə deyil. Burada futbolçular yaşıl meydancada zəhmət çəkir, öz güclərini, savadlarını və məqsədin dediklərini həyata keçirir və hakim gördüyünüz kimi bir fit verməklə hansısa hesaba, nəticəyə təsir göstərir. Və mən elə görüb Azərbaycan çempionatında belə hadisələr olmuşdu ki, hansısa oyunda hakim penalti vermişdi, yoxsa verməmişdi və hakimi futboldan silmişdilər. Görək bundan sonra... Bəli? Adam Salmanov deyirsə, bəli, tamamilə doğru. Burada isə siz də gördünüz, yəni penalti vardı mı? Siz gördünüz mü? Mən sizə sual vermək istəyirəm. Bizə çox uzaq görünür olar. Sizə 60 metr distansımız, məsafə var oradan, indi Rəşad özdə. Burada da heç kim görmədi mi? Mən sadəcə mənim üçün maraqlı yəni. Oynadı başla, əllə, düzdürmü? Hiss olurdu. Hiss olunurdu, yox, elə oyun oldu, əllə oyun oldu və burada mütləq futbolçunun... Mən baxmadım, amma baxmağa mənə elə ki, ehtiyac deyil. Ona görə ki, mən futbolçularıma da inanıram və bunlar da yaxından gördülər ki, əllə, başla, əllə oynayır. Ona görə də futbolçuların haqqını yemək düzgün deyil. Futboldur, məğlubiyyət ola bilər, heç ola bilər, udada bilərik, bu futboldur. Bu hər şey olar. Amma hakim futbolçuların bu 90 dəqiqədə çəkdiyi zəhməti, o verdiyi gücü, verdiyi ağlı, əgər onu kompensasiya edə bilmiriksə, bu deyəsən problemlər yarar. Azərbaycan Yusuf Nəbiyevin qırmızı aldığı epizodda həqiqətən də uşaq hərəkət edir, onun evlədiyi topa qalsana sağlı olurlar və gəlib keçəndə hansısa mənada narazılıq bildirdi. Nə dediyiniz maraqlıdır, bir də Yusufu klubun daxili insan proteksiyonundansa cəza görürsünüz. Bu cəza olacaq, amma klubun daxilində olacaq, amma sizin bildiyiniz, gördüyünüz yəqin ki, və orada əllə oynamaq sadəcə siz dediyiniz kimi uşaqlıqdır. Əllə oyun sarı kart. Və olsa ikinci də sarı kart. Buna görə də... Nə dediniz? Nəsə bir qırat bildiriz bir işə.
Biz o dedik ya sən ehtiyatlı oynamalısan. Atilla'da sarı kart vardı, onda da kart vardı. Attila da ala bilərdi. Zeyzinçakla o mücadilələrdə ala bilərdi. Ona görə diqqətli olmaq lazım. Futbol mücadilə oyunudur. Mücadilədə də gərək futbolçu özünü saxlamalı və diqqətli olmalı. Nazım gələndən demək 4 oyundan 3 qırmızı almışsınız. Emin olaraq ki, qırmızı almanıza yazsın və bu səbəbi nədir? Yəni, bana çox insansızlıqla bağlı yoxsa? İntizamsızlıqla bu belə görsənə bilər. Dəli tamamilə doğru. 4 oyundan 3 qırmızı kart. Belə görsənə bilər, amma futbolçuların diqqətsizliyi və bizi məcbur edir ki, daha da diqqətli olaq, məşqçiyyəti və burada hansı addımlar atmaq lazım? Nazım bir də Orxan Sadırlı ilə bağlı, yəni keşlərdə oynamırsa gəlmişdi keşlər futbol oynamağa, meydana çıxmağa, oyun təcrübəsi üçün gələndən də ehtiyatlar qalır. Ümumiyyətlə, sizinlə bir danışıq olurmu, oynamaq istəyirmi, nə deyil? Orada da ehtiyatlar, burada da ehtiyatlar. Siz qapıda 2 qapıcı qoya bilərik biz. Yox, yəni o oynamırdısa gəlmişdi bu oynamağa, burada da ehtiyatlar. Yəni o məqama aydınlıqdır. Biz Bəlkə Mehdi məsələn bir 10 oyun qol buraxmasa və yaxud da inamlı oynasa, Orxan yenə 10 oyun qalacaq, amma oynamağa gəlir. yox, oynamağa gəlib biz deyək ki, sizin fikriniz odur ki, bir oyun onu qoy, bir oyun o birisini qoymağa. Yoxsa Adı dəyəli rotasiyaları da görürsünüz ki, 2 oyun, 3 oyun dəyişir. bəlkə bu sizin fikriniz ola bilər, amma bizim fikrimiz odur ki, yaxşı kollektiv yaratmaq və kollektivdə də sağlam rəqabət yaratmaq. Əgər sağlam rəqabət olarsa, mənə elə gəlir ki, Orxanın özünə də yaxşı olur. Çox sağ ol. Sağ olun.